Bugün sizə panik atak şəxslərin yaşadığı panik halqası haqqında danışmaq istəyirəm. Panik halqası nədir? İlk öncə şəxsə təsir edən bir amil olur. Bu, kənar qıcıqlandırıcılar da ola bilər, çox kiçik bir qıcıqlandırıcı və yaxud da ki, şəxsin bədənsel kiçik bir narahatlığı da ola bilər ki, növbəti mərhələyə keçid alır. Yəni, vahimə hissinin yaranmasına səbəb olur ki, demək ki, məndə panika başlayır. Və bunun nəticədə üçüncü bir mərhələyə keçid alır, hiperventilyasiya. Hiperventilyasiya nədir? Tez-tez nəfəs alıb vermə. Bu zamanda nə olur şəxsdə? Karbon qazının səviyyəsi azalmağa başlayır və oksigen isə artmağa başlayır. Biz də bilirik ki, karbon qazı oksigenin toxumalara ötürülməsində bizə vasitəçi olur və o da az olduğuna görə bu proses baş tutmur və beyinə bu təhlükə siqnalı olaraq bildirilir. Amigdala bu zaman işə düşür və simpatik sinir sistemini aktivləşdirir. Simpatik sinir sistemində aktivləşəndə bizi ya savaş ya da qaç moduna salır. Yəni, bədənimizdə fiziki simptomlar özünü göstərməyə başlayır. Yəni, bunu ürək bulantısı varsa deyilsə şəxs və yaxud da ki, ishal halı varsa, tez-tez sirkəyə getmə, tərləmə halları özünü göstərir. Demək, şəxs qaç modundadır. Yəni, bədən deyir ki, boşal ki, rahat qaça bil. Yox, əgər şəxs deyirsə ki, mən bədən əzələrimdə gərginlik, əllərimdə gərilmə, üzümdə qızarma falan belə bir hallar yaşayıramsa, o deməkdir ki, savaşa hazır ol, şəxs savaş modundadır. Eyni zamanda bunları yaşayan şəxs dərk etməyə çalışır ki, görün nə baş verir, nə olur və bu dərk etməsi isə çox zaman fəlakət kimi yozulmaya gətirib çıxardır. Yəni ki, yəqin mən infarkt keçirirəm, yəqin mən insult keçirirəm, başıma hava gəlir, dəli oluram kimi düşüncələrə, fəlakətləşir düşüncələrə gətirib çıxardır. Bu da təzədən onu təsir edən bir amil olur. Və sonra şəxs bu döngüyə düşür və bu döngü daha da sürətli şəkildə təkrarlanmağa başlayır. Və bunun aradan qaldırma üsulunu bilmək üçün isə növbəti videoda ardına baxa bilərsiniz.